Bərabərsizliyin ən kiçik tam həllini tapın. Bərabərsizliyi həll eləyək. Bütün hədləri biz məxrəci deməli 12-yə gətirə bilərik. Birinci kəsin hər tərəfini sürət və məxrəcini 4-ə vursaq 8x çıxılsın 12-də. İkincini 3-ə vuraq hər tərəfini 9x üstə gəlinsin 12-də 5x kiçik bərabərdir 1,7. Və bunu da deməli hər tərəfə 12-yə vursaq alarıq. 8x çıxılsın 9x üstə gəl 5x kiçik bərabərdir 1,7 vurulsun 12. 8x-dən 9 mənfi x mənfi 5x-dən mənfi x çıxsaq 4x qalar. 4x kiçik bərabərdir 20,4 və x də kiçik bərabərdir 5,1. Deməli x-in ala bildiyi ən böyük qiymət, ən böyük tam qiymət daha doğrusu 5-dir. Digər hallarda 5-dən kiçik qiymətlər alır. Ən kiçik tam qiyməti isə yoxdur.